o insanların gördüyüm fikirləri, enerjiləri, onların həyat tarixçələri məni çox düşündürdü. Ümumiyyətlə düşünürdüm işdən çıxmağa, amma heç vaxt risk ala bilmirdim. Arzum idi 2024-ün Harda işləyirdi Xatirə xanım? Xəstəxanada işləmişəm 30 il və arzum idi ki 2024-ün 16 sentyabr ad gündə işdən çıxım, amma o qərarı verə bilmirdim. Amma Moskvadakı ortam mənə o qərarı rahat şəkildə ani verdi və yanımda Vüsalə xanım oturmuşdu. Mən ona hətta onu demişəm, o da mənə dedi ki, Xatirə xanım siz getdiniz, onu etdiniz. Dedim, hə, getdim, elədim. Və qərar verdim ki, gedən kimi ərzə yazdım, işdən çıxdım və bir il ərzində də brilyantı bağladım. Aferin, maşallah. Yəni həyatımı çıxan kimi, hə, 5 katalog ərzində bağladım, çıxdığım gündən etibarən. Sizin bir Göyün fikriniz var üzündə idi. Xatirə xanımın gözəl bir intervyu. Bir gözəl bir fikriniz var idi. Məncə çox yazıldı.